çox düşünüb heç nə eləməmək insanı tənbəlləşdirmir. Əlbəttə ki, ümumiyyətlə beyin işləyir. Bütün gün mən bir verilişdə də demişdim ki, o qədər xoşuma gəlir ki, xəyal qurmaq. Bütün gün oturub evdə ancaq xəyal qurursan da məsələn. Bax Elma, o hərəkət eləmirsən. Bir var ki, çox dadlı bir yemək fikirləşirsən, düzdür? Onu yediyi falan da fikirləşirsən, eləyirsən də. O beynində o yeməyi fikirləşdin. Sadəcə yediyi, belə necə başlayalım onu bilmirəm. Bax gözəl bir spagetti tutaq ki, fikirləşirsən, üstə ketçup sıxmısan. Всё, o xəyalı burada qurdun, bit. Bu xəyaldır da, yəni. Bunu ucu qurdun. Gerçək həyatda özü birdən gəlir beynimizə. Bunun üçün tam gözlərimi yumum, uzanım zat lazım deyil də. Bu birdən prosta gəldi, keçdi fikir kimi. Bir də var ki, o gəlir, o spagetti gəlir, isti-isti üstünə ketçup sıxmışam, vilkalamışam. Ağzıma alanda onun o dadı, onu belə bildin də detallı zat fikirləşdin və onu oldurdun. Çox insan, yəni sözümü nəyə görə gətirmək istəyirəm?